şübhələnirəm. Rayonda mənim arvadım gecə çıxanda, yolda gedəndə çobana bəyə baxdı, məncə mənim arvadımın uşağı onu. Bir kişi bir arvada sahip çıxa bilmirsə, bunu milyonlara niyə göstərirsin? Yaxşı kişinin arvadı başqa bir kişide göz olmaz. Nə deməkdir bu? Bir kere hamsək deyirəm, bu haradan gəlir bilirsiniz zaten. Müğənnilərimizin də bir çoxlarının çıxıb efirdə etiraf eləmələri vardı. Mən səhv eləmişəm. Səhv elədim, getdim Rusya'da bir tane kişi gördüm. Pomidor satırdı, imkanlıydı. Bir tane de uşaq ondan doğdum. Sonra gittim başka ülkeye, orada da benim kardeşler satırdı, bir de ondan doğdum. Bak biz böyle oldu. Onun günahı kimdədir? Onun günahı bəzi aparıcılardır, ben özüm orada saydım. Bəli, aparıcılarda və televiziya kanallarında məndən inciməsinlər. Nə qədər onları çağırıb pəhə-pəhlə otuzduracaqlar başda, onlara sual verib, onlara deyəcəklər gəlin oxuyun. Sonra da dediyimiz o bəzi vətəndaşlar onları aparıb evində ən əziz gündə, balasının ən xoş gündə aparıb onu toyunda başda əyləşdirəcəksə, vəziyyət və siz fikir verin ki, bu günləri bu TikTok'da görürsə bu verişlər, bu veriş kanal Printus'tan aşağı seviyede olan kanaldır. Bunları yığa bilmirlər. Aşağısı kafe, üstü şartlı ev olup birlikte kanal. Bu yığa bilmir. Kimi geldi? Bütün evinden, eşiğinden haber olmayanların bir şokları oradadır. Hamının 3000, 5000 var, gelir aparıcı olur. Yegane de müğennidir, Abgül de müğennidir, Habil de silikonlu dodaklı kızlar da müğennidir. 20 Mart'ı mahnı okuyan.